الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على أشرف الأنبياء والمرسلين محمد وآله مخصوص بطهارة والتنزيح أما بعد وقل رب زدني علما ve de ey Rabbim benim ilmimi artır. Ad-Darsu Rabi' 4. ders. Ərəb dilində iki qrammatik cins var idi. Biri müzəkkər kişi cinsində, o isə müənnəs, yəni qadın cinsində. Müənnəsdə sözlərin sonuna, burada diqqətlə baxın, təmərbuta artırılır. Müənnəs sonunda sözlərin sonu təmərbutu ilə qurtarır. Müzəkkərdə olan cümləni oxuyaq. Yəni kişi cinsində olanın araculun kişi, tiflun uşaq, yəni oğlan uşağı. Müənnəsdə olan söz, yəni qadın cinsində olan sözlər bunlardır. İmraətun qadın, tiflətun uşaq, yəni qız uşağı. Validun və valadun ata və oğul. Validətun və bintun ana və qız. Səyyidun ağa, bəy. Səyyidətun xanım. Talibun tələbə. Talibətun tələbə qadına deyilir. Alimun alim. Alimətun alimə. Fazilun fəzilətli. Fazilətun fəzilətli qadın. Aqilun ağıllı. Aqilətun ağıllı qadın. Şərifun şərəfli. Şərifətun şərəfli qadın. Kəbirun böyük. Kəbirətun böyük qadın cinsində işlənilir. Ustazun ustad. Ustazətun ustad qadın. Muallimun müəllim. Muallimətun müəllimə. Həzə rəculun bu kişidir. Həzihi imraətun bu qadındır. Burada qadın cinsində olanlarda həzə sözü kişi cinsinə aiddir. Qadın cinsində olanda həzihi deyəcəyik. Belə gələcək. Yəni qadın cinsinə gələndə həzihi ilə müraciət edəcək. Məsələn, ikisi də eyni mənadır. Mə həzə bu nədir? Mə həzihi bu nədir? Bir dənə də sizə bunu deyim ki, məsələ bir çox anlarda insanın bədən üzvlərinin, məsələn, ikiliyi bildirən, məsələn, 2 dənə olan, məsələn, gözdür, insanda 2 dənə qulaqdır, əldir, ayaqdır. Bunları da ərəb dilində həzihi, yəni qadın cinsində istifadə olunur. Yəni, bələnçinə də olur. Bunları da inşallah izah edəcəyik sizə. Yəni, bunu demək istədik ki, həzə kişi cinsində olanlara gedir, həzihi isə qadın cinsində olanlara aiddir. Səatun saat, minzədətun stol, sabburatun yazı lövhəsi, nafizətun pəncərə, kurrasatun dəftər, nəşşafətun basma. Surətun şəkil, mistarətun xətkeş, xaritatun xəritə. Davvətun mürəkkəb qabı, təlləsətun minsəhətun silgi, məhfəzətun çanta. Həzihi saatun bu saatdır. Nə üçün burada həzihi gəldi? Çünki saat sözünün müənnəsdədir. Çünki axırında təmərbuta
olduğuna görə həzihi kimi işlənəcəkdir. Burada həzə işlənə bilməz. Həzihi minzədətun, bu stoldur. Həzihi səbburatun, bu yazı lövhəsidir. Həzihi nafizətun, bu pəncərədir. Həzihi suratun, bu şəkildir. Həzihi xaritatun, bu xaritədir. Həzihi nəşşafətun, bu basmadır. Həzihi kurrasatun, bu dəftərdir. Həzihi mistaratun, bu xətkeşdir. Həzihi təlləsətun, bu silgidir. Həzihi mihvəzətun, bu çantadır. Bu da tapşırıqdır. Təmrin dərsi Rabiu. 4-cü dərsin tapşırığı. Bu tapşırıqları yerinə yetirsiniz. Nöqtələrin yerini ərəb dilində hansıdırsa o sözü yerləşdirəsiniz. Biz gəlin bir dənə lüğət oxuyaq. Lüğətlə tanış olaq. Lüğət. Rəculun, kişi. İmrəətun, qadın. Tiflun, uşaq. Oğlan uşağından gedir söhbət. Tiflətun, uşaq. Qız uşağından gedir. Validun, ata. Validətun, ana. Vəladun, oğul. Bintun, qız. Suratun, şəkil. Müstərətun, xətkeş. Səətun, saat. Minzədətun, stol. Nəşşafətun, basma. Kurrasatun, dəftər. Məhvəzətun, çanta. Nafizətun, pəncərə. Səbburatun, yazı lövhəsi. Xaritatun, xəritə. Davvatun, mürəkkəb. Yəni mürəkkəb qabı, mürəkkəbin özü. Belə deyək.